Salam dəyərli izləyicilər, əsasda 9-cu sinif şagirdləri. Sizlər üçün növbəti ümumi sınavımızın izahını verəcəm. Əvvəlcə qeyd edeyim ki, bu sınavın izahına baxmadan öncə Mehman Mahmudov Riyaziyyat, bax burada gördüyünüz adı Telegramda axtarış eləyərək qoşula bilərsiniz kanalımıza. Həmin sınav bu PDF orada qeyd olunub, paylaşılıb. Həmçinin ödənişsiz WhatsApp qruplarımızda da paylaşılıb, rəy bölməsində linklər olacaq. Oradan keçid eləyərək həmin sınavı işləyin, ondan sonra gəlib izah baxın, səhvlərinizi və düzlərinizi öyrənin. Demək uşaqlar, indi başlayaq birinci sualdan. Deyir ki, 0, 2, 9, 7, 3 rəqəmlərindən düzəldilmiş ən böyük və ən kiçik ədədin cəmini tapın. Ən böyük deyirsə, təbii ki, böyükdən kiçiyə düzməliyik. 9-dan başlamalıyıq. 9, sonra 7, sonra 3, 2 və 0. Ən kiçik ədəd deyirsə 0 ilə başlaya bilmərik. Ona görə 2 ilə başlamalıyıq. Sonra 0, sonra 3, sonra 7, sonra isə 9. İndi bunların cəmini soruşur. 0 ilə 9 eləyir 9, 2 ilə 7 eləyir 9, 3 ilə 3 eləyir 6, 7 və 11. 117.699. 117.699, yəni D variantı. İkinci sual. Həcmi 343 kub santimetr olan bir kubun bir üzünün perimetrini tapın. Bilirik ki, kubun həcmi V bərabərdir A kubdur. Bu da bərabərdir 343-ə. Buradan A tapılır ki, 343 7-nin kubudur. Yəni kubun tili 7-dir. Bir üzünün perimetri. Bir üzü kvadratdır və perimetri 4A'dır. O da bərabərdir 4 vur 7, yəni 28. B variantı. Devam edək. Üçüncü. Deməli, A bərabərdir 2, 3, 4, 5, 6. B də 3, 5, 7, 9, 11. Birləşməsi lazımdır bizə. Uşaqlar, birləşmədə bütün elementləri götürürdük. Hansı elementdən ki 2 dənədir, 3 dənədir, ondan sadəcə birini götürürdük. Kiçikdən böyüyə düzmək ən gözəldir. 2-dən başlayırıq. 3, 4 varmı? Bəli, hər ikisində var. Yəni hər ikisində deyəndə birincidə varsa ümumi birləşmədə götürməliyik. Sonra 5, sonra 6, sonra 7, 9 və 11. 2-dən başlayaraq 11-də bitir. 2, 3, 4, 5, 6, 7, 9, 11. Bu da D variantına uyğun gəlir. Deməli cavab oldu D. Daha doğrusu D-də yox. D-də uşaqlar 9 yoxdur. Deməli 2, 3, 4, 5, 6, 7, 9, 11. C variantı olur. Diqqətli olmaq lazımdır. Uşaqlar, imtahana silsilə sualı düşmür. Ona görə bu sualın izahını verməyəcəm. 9-cu sinif buraxılış imtahanında silsilə yoxdur. 5-ci sual. C çıxılsın 1-in kubu, üstəgəl 3 vurulsun C çıx 1-in kvadratı, üstəgəl 3 vurulsun C çıx 1, üstəgəl 1 ifadəsini sadələşdirin. Uşaqlar, təbii ki, hər birini tək-tək açaraq sadələşdirə bilərik. Amma diqqətlə baxsaq, bu C çıxılsın 1-in, baxın bu C çıx 1, üstəgəl 1-in kənardan kubudur. Həqiqətən də birinci hədd C çıx 1-dir, ikinci hədd də 1-dir. Buradan da C çıx 1 üstə 1 gəndə 1-lər gedir, qalır C-nin kubu, yəni Y bəndi. 6-cı sual. 39 bölünsün 5 kökü çıx 6 ədədinin tam hissəsini tapın. Uşaqlar, əvvəlcə bunu tapmaq üçün irrasionaldan azad eləməliyəm. 5 kök 3 çıx 6-nın qoşması nədir? 5 kök 3 plus 6-ya vuraram. Məxrəci də, sürəti də. Olacaq 5 kök 3 üstəgəl 6. Bərabərdir. Aşağıda kvadratlar fərqidir. 25, 5 kök 3-ün kvadratı 25 vur 75 çıx 36-dır. Yuxarıda isə 39 vur 5 kök 3 üstəgəl 6. Bərabərdir. 75-dən 36 çıxanda qalır 39. Bununla bu ixtisar gedir. Bərabərdir. İndi tam hissəsini soruş. 5-i kökün altına salaram. 25-i vuraram 3, kök altında 75 üstəgəl 6-dır. Bu da bərabərdir. 75 uşaqlar 8-dən 9-un arasındadır. 8,4 eləyir təxmini. Üstə də 6 gələndə olacaq 14,4. Bizdən tam hissəni soruşur deyə cavab oldu. C bəndi 14. Növbəti sual 7-ci. Şəkildə verilənlərə əsasən DBC bucağını, yəni bax bu bucağı tapmaq lazımdır. Gördüyümüz kimi açıq bucaqdır. Açıq bucağın dərəcə ölçüsü 180 dərəcədir. Yəni bu ikisini toplayırıq. 6x üstəgəl 14. Üstəgəl 2x üstəgəl 6 bərabərdir 180.
İndi buradan alınır ki 8x üstəgəl 20 bərabərdir 180. Həmçinin 8x bərabərdir 20-nin sağa keçəndə işarə dəyişir. 180-dən çıxılır. Olur 160. X bərabərdir 20. İndi uşaqlar x-i 20 tapmışıq. Cavabı 20 kimi qeyd eləmirik. İmtahanda çox şagird bu səhvləri eləyir. Baxın bunda çox diqqətli olun. X-i 20 tapmışıq. Sizdən görün x-i soruşur yoxsa yox. Bizdən sualın şərtinə diqqətlə baxsaq, görərsiniz ki x-i soruşmur. Soruşduğu ifadə bax bu bucaqdır. Bu bucaq da 2x üstəgəl 6-dır. Yəni 2 vurulsun 20 üstəgəl 6. Bu deyir 46. Yəni cavab 20 yox, 46-dır. B bəndi diqqətli olun. 8. Malın qiymətini əvvəlcə 50% azaltdılar, sonra isə 50% artırdılar. Malın əvvəlki qiyməti necə dəyişər? Uşaqlar, bu tip suallarda 100, malın qiymətini götürün 100. 50% azalanda yarıya qədər azalır, olur 50. 50'si getdi, qaldı 50'si. Bunu da 50% artırdılar. Bunun 50%, yəni yarısı 25 elə. 25 artıranda nə olur? 75. İlkin qiymət necə dəyişdi? Yəni birinci qiyməti 100 idi, indi olub 75. Nə qədər azalıb? 25% azalıb. Yəni B bəndi. 9. İlk 100 natural ədəddən biri seçilir. Seçilən ədədin natural ədədinin kubu şəklində göstərilə bilən ədəd olması hadisəsinin ehtimalını tap. Demək uşaqlar, ehtimal taparkən hər zaman əlverişli hallar var, bütün hallar idi. İlk 100 dediyinə görə bütün hallarınız 100'dür. İndi hansı ədədlər kub şəklində göstərilə bilir, onları tapmalıyıq. Təbii ki, uşaqlar 1'dir, 1'in kubu göstərilə bilir. 2 olmaz, 3 olmaz, 4 olmaz. Təbii ki, 8'dir, bu 2'nin kubudur. Sonra 27'dir, 3'ün kubudur. Sonra 64'tür, 4'ün kubudur. Sonra 5'in kubu artıq 125'dir. İlk 100 natural ədəd dediyinə görə bu daxil deyil. Deməli, sadəcə 4 dənəsini biz kub şəklində göstərə bilirik. Olacaq %4. İxtisar aparsaq, olacaq 25'də 1. Ehtimalımız oldu 25'də 1. C bəndi. Növbəti 10. Şəkildəki A və B kvadratlarının sahələri cəmi 41'dir. Kvadratların tərəfləri natural ədədlərlə ifadə olunarsa, böyük kvadratın perimetrini tap. Bura A'dır, bura B'dir. Sahələrindən söhbət gedirsə, birinci də A kvadrat üstəgəl B kvadrat bərabərdir 41. 41. Tərəfləri natural ədədlərlə ifadə olunarsa, böyük kvadratın perimetrini tap. İndi uşaqlar, məlum məsələdir ki, bu natural ədədlərdir deyə seçib tapa biləcəyik. İndi diqqətlə baxsaq, A deməli 7 deyil. Çünki A 7 olsa tərəfdə kvadratı olacaq 49. 49'un üstünə nəsə gəlsəm 41 eləməz. Deməli A kiçikdir 7'dən. Həmçinin B də kiçikdir 7'dən. Çünki hər ikisi də kiçikdir. İndi uşaqlar, burada baxın A ilə B'nin yerini dəyişik yazmışıq. Gəlin bura A yazaq, bura B. Daha uyğun görünəcək. Uşaqlar, elə kvadratlar tapmalıyıq ki, elə ədədlər tapmalıyıq ki, kvadratları cəmi 41 olsun. Məsələn, A-nı mən 4 götürsəm, fikir verin, A 4 olsa, B də 4'ün kvadratı nə olur? 16. 41'dən 16 çıx, 25. B də 5 olsa, şərt ödənər. Diqqətlə baxın, 4'ün kvadratı 16, 5'in kvadratı 25. Cəm bizə 41'i verir. Deməli, uşaqlar, A 4'dür, B isə 5. İndi deyirsiniz ki, müəllim, bəs axı A böyük görünür B-dən. Bəli uşaqlar, indi şəklə görə A B-dən böyükdür. O zaman belə eləyərik. Bunların yerini dəyişməyimiz mümkündür axı. A 5 olar, B 4 olar. Yenə də doğrudur da uşaqlar, 25 plus 16. İndi bu tərəf 5'dir. Bunun tərəfi 4'dür. Böyük kvadrat yəni budur. Bunun da perimetri burada 5 olur, burada 5 olur, burada. 4 5'im 20. P bərabərdir 20'ye. Yəni A variantı. Sonra 11-ci sual. Şəkildə y bərabərdir K bölü x əyrisinin qrafikinin bir hissəsi verilmişdir. Buna görə A-nı tap. Uşaqlar, çox sadədir. Birinci K-nı tapmaq üçün 3,8 nöqtəsindən istifadə edəcəyik. Bu o deməkdir ki, x-a 3 verəndə y 8 olur. 8 bərabərdir K böl 3. Buradan K bərabərdir 24'ə. Deməli, bizim funksiyamız y bərabərdir 24 böl x şəklindədir. İndi bundan işimiz bitdi.
A-nı tapmalıyıq. X-in yerinə A yazanda Y 4 olmalıdır. Bundan alınır ki 4 bərabərdir 24 böl A-ya. Çarpaz vuraram. 4A bərabərdir 24. A bərabərdir 6-ya. Deməli A-nın qiyməti 6 olacaq Y bəndi. Sadə funksiya sualıdır. Gəldi 12-yə. İfadəsinin qiymətini tapın deyir. Uşaqlar bu kök altında dövrü onluq kəsr, adi kəsrə çevirsəm olacaq 9-da 4. Üzərinə gəl. Kök altında bax bu ifadə olacaq 2 tam 9-da 7. Çıxılsın, bu da olacaq kök altında 7 tam 9-da 1. İndi gəlin kökdən çıxartmağa çalışaq. Görək nə alınır. Bərabərdir. 9-da 4-dən 3-2 çıxır, bu aydındır. Üstəgəl bunu çevirərəm. 2-ni 9-a vuraram. 18 üstə 7 gələrəm. 25. 9-da 25 eləyir. 9-da 25-dən də 3-də 5 çıxır. Çıxılsın. 7-ni 9-a vuraram. 63. Üstə 1 gələrəm. 64. Olacaq 9-da 64. Ondan da 3-də 8 çıxacaq. Bərabərdir. Olacaq 3-də məxrəclər eyni olduğuna görə 2 üstəgəl 5 çıx 8. 3-də mənfi 1. Oldu mənfi 3-də 1, yəni D bəndi. Deməli 13. Mənfi 2x çıx 8, mənfi daha doğrusu çıxılsın 4x üstəgəl 2. Sadə bərabərsizlikdir, həll eləyək. Birincidə mənfini vurub atsam olacaq mənfi 2x üstəgəl 8, çıxılsın 4x, çıxılsın 2. Böyükdür 0. Mənfi 2x, mənfi 4x olur, mənfi 6x. 8-dən 2 çıxanda qalır müsbət 6, böyükdür 0. Mənfi 6x, böyükdür mənfi 6, mənfilər gedər. Hər tərəfə mənfi 6-ya böləndə də x işarə dəyişir, olur 1. X kiçikdir 1-dən. Bu da hansı varianta uyğun gəlir? 1-dən kiçiklər və bu tərəfdə olanlar D bəndi. Və 1 daxil deyil, bəli. Deməli 14-cü sual. Sadə tənlidir. 5-i sağa keçirərəm. Kök altında 2x bərabərdir. 9-dan 5 çıxaram 4. Hər tərəfi kvadrata yüksəldərəm. 2x bərabərdir 16. X bərabərdir 8, yəni B bəndi. 15. İki oxşar üçbucağın sahələri nisbəti 16 bölü 49-dur. Onların uyğun medianlarının nisbətini tap. Deməli uşaqlar, sahələrin nisbəti budursa, tərəfləri deməli kvadratı buyurmuş. Deməli tərəflərin nisbəti 4 bölü 7-dir. Məsələn, medianların da həmçinin nisbəti bu şəkildə olacaq. 4 bölü 7, yəni Y bəndi. 16. Ən böyük vətəri 12 olan dairənin sahəsini tap. Uşaqlar, ən böyük vətər diametrdir. Diametr bərabərdir 2 yerə. Və bu da bərabərdir 12-yə. R bərabərdir 6-ya. R 6-dır. Dairənin sahəsi S bərabərdir pi R kvadratdır. Pi 3-dür. Radiusu 6-dır. Kvadratı 36. Bu da olacaq 108. Sahə oldu 108. 17. X1 və X2 ədədləri X kvadrat üstəgəl 8X üstəgəl 14 bərabərdir 0 tənliyinin kökləri olarsa ifadəsinin qiymətini tap. Demək uşaqlar, birincisi tənliyin köklərinə baxaq. X1 vur X2 bərabərdir 14-ə. X1 üstəgəl X2 bərabərdir mənfi 8-ə. Bunun hər tərəfini kvadrata yüksəltsəm olacaq x1-in kvadratı üstəgəl x2-nin kvadratı üstəgəl 2 dənə x1 x2 bərabərdir 64-ə. İndi bu ifadəyə baxın, kök altında. İndi məxrəzdəki ifadə elə budur. Ona görə məxrəcə 64 yazıram. Sürətdəki ifadədə də bunu tapmalıyam. Olacaq x1-in kvadratı üstəgəl x2-nin kvadratı bərabərdir 64 çıx 2 dənə x1, x2. O da bərabərdir 64 çıx. x1, x2 14-dür. 2-yə vuranda 28 eləyir. 64-dən 28 çıxanda neçə qalır? 36. Sürətdə də olur 36. Məsələn, 64-dən 8 çıxır. 36-dan da 6. Oldu 8-də 6 və yaxud da 4-də 3. Və yaxud da 0,75. Növbəti 18-ci sual. A kvadrat çıx B kvadrat 42, A plus B 7 olarsa bu ifadəni tapmaq lazımdır. Uşaqlar, əvvəlcə kvadratlar fərqi kimi açaram. A çıx B, A üstəgəl B. Bu bərabərdir 42. A plus B 7-dir. Olacaq 7 vur A çıx B bərabərdir 42. Onda A çıxılsın B bərabər olacaq 6-ya.
Bunu yadda saxladım. İndi məndən istədiyi ifadə bax budur. Bu da A çıxılsın B-nin kənardan kvadratıdır. Bərabərdir. A çıx B 6-dır. Olacaq 6-nın kvadratı, yəni 36. Cavabımız oldu 36. Gəldik 19-a. 3 kök 2 və 2 kök 3 ədədlərinin tam hissələrinin cəmini tap. Əvvəlcə bunu kökə salaram. 3-ün kvadratı 9, 2-yə vurdum 18 və bu 4 3-ə vururam, kök altında 12. Uşaqlar 18 4 ilə 5 arasındadır. Ona görə tam hissəsi olur 4. 12 isə 3 ilə 4 arasındadır. Tam hissəsi olur 3. Tam hissələrin cəmi 3 üstəgəl 4 olacaq 7. Çox sadə sual. 20. Bərabər yanlı üçbucağın perimetri 26 santimetrdir. Bərabər yanlı üçbucağı çəkirəm. Bircə dəqiqə. Perimetri 10'dur. Daha doğrusu oturacağı 10'dur. Perimetri 26. Bu x olduğuna görə üstəgəl x üstəgəl 10 bərabərdir 26. 2x bərabərdir 16. X bərabərdir 8. X 8'dir. Deməli bu tərəf 8'dir. Bu tərəf də 8'dir. Yan tərəflərini tapdıq. Bizə deyir ki, onun yan tərəfinə paralel orta xəttinin uzunluğunu tapın. Yan tərəfinə paralel orta xətt budur. Bax bu. Bu da uşaqlar tərəfin yarısıdır, yəni 4. Cavab oldu 4. 21. Düzgün 8 bucağının bir daxili bucağı bir xarici bucağından neçə dəfə böyükdür? Uşaqlar bir xarici bucağını tapaq. 360 bölünsün n ilə tapılır. Yəni 8 bərabərdir. 4'ə bölsək, yuxarıda 90 qalır, aşağıda 2. Oldu 45. Xarici bucağı 45'dir. Daxili bucağı da bunun qonşusudur. 135 olacaq. Uşaqlar 135 45'dən neçə dəfə böyükdür? Təbii ki 3 dəfə. Cavab oldu 3. 22. ABC üçbucağında B 90 dərəcədir. Yəni bax bura 90 dərəcədir. BD perpendikulyardır AC-yə. Bu da 90 dərəcədir. Sonra AB 15'dir. Bu da 15'dir. BD 12'dir. BC'ni bizdən soruşur. Yəni bax bu tərəf. Uşaqlar birincisi Pifaqorid teoremindən istifadə edərək AD-ni tapa bilərəm. Yəni 15'in kvadratından çıxaram 12'nin kvadratını 225 çıx 144 qalır 81. Deməli bura 9, 81 yəni 9'un kvadratdır. Bu tərəfi tapdıq 9. İkincisi bura bir x deyərəm. 12'nin kvadratı bərabərdir 9 vur x. 144 bərabərdir 9x. X də bərabərdir 144'ü 9'a bölsəm. Deməli 14'ün içində bir dəfə. 54'ün də içində 6 dəfə. Burada oldu 16. İndi uşaqlar Pifaqor ədədlərinə görə bura 12, bura 16'dırsa, burada olacaq 20. Səndən də BC-ni soruşurdu. Cavab oldu 20. 23-cü sual. ABCD kvadratının sahəsi 225'dir. Yəni o deməkdir ki, tərəfi 15'dir. YF 17'dir. YF aradır. Bura 17'dir. Daha doğrusu 17'dir. YA bərabərdir CF'e. Tamam. Buradan bir paralel çəkərəm. Bircə dəqiqə. Baxın, buradan bir paralel çəkdim. Bura 15'dirsə, burada 15'dir. İndi bu paralel olduğuna görə perpendikulyardır. 17'nin kvadratından 15'in kvadratını çıxaram. 289'dan 225 çıxanda qalır 64. Deməli bura 8'dir. İndi bura 8'dir. Şu olaraq bu tərəf bu tərəfə bərabərdir. 2x üstəgəl 8 bərabərdir. Tərəfdə 15'dir. Bu tərəfdə 15'dir. Buradan 2x bərabərdir. 15'dən 8 çıxaram 7. X bərabərdir 3 onda 5. X'i tapdıq 3 onda 5. Bizdən də elə x-i soruşurdu. Fikir verin, YA məsafəsini soruşur. Cavab oldu 3,5. Sonra 24. Rombun diagonalları uyğun olaraq 16 və 12 santimetrdir. Onun perimetrini tap. Deməli uşaqlar, romb çəkərik bir dənə. Bunun baxın, diagonalları 12-16'dır. Bilirik ki, rombun diagonalları perpendikulyardır və kəsəndə yarıya bölünür. 12'dirsə, bura 6 bölünəcək, bura 8 bölünəcək. İndi
6 8-dirsə, Pifaqor teoreminə görə bu düz bucaq, üç bucaqda yan tərəf olacaq 10. Perimetrini soruşaq. Rombun da bütün tərəfləri bərabərdir. Onda perimetri olacaq 4 vur 10. Yəni 40. Perimetri oldu 40. Bitdi. 25 və nəhayət sonuncu sual. Uşaqlar, bu 25-ci suala qədər, indi 25-də daxil olmaqla, haradasa hesab səhv eləmişiksə, mütləq rəy bölməsində qeyd edin. Digər şagirdlər də öyrənsin. Bəzən məndə hesab səhvləri olur suallarda. Deməli 25. Qəfəsdə dovşanlar və qırqovullar var. Onların başlarının sayı 40-dır. Uşaqlar, bu təlimlər sisteminə gələcək. Dovşan, baxın, sayı x-dir, qırqovul, sayı y-dir. Uşaqlar, başlarının sayı hər canlının bir başı olduğuna görə, yəni bu başların sayı ümumi dovşan və qırqovulların sayını bildirir. Yəni, x üstəgəl y bərabərdir 40-a. Ayaqların sayı isə 126-dır. Dovşanların sayını tapın. Uşaqlar, ayaqların sayı deyəndə dovşanın 4 ayağı var. Hər dovşanın 4 olduğuna görə toplam ayaq sayı dovşanların sayının 4 mislidir. 4x üstəgəl. Qırqovul da quş olduğuna görə 2 ayağı var. Quşların sayının 2 qatı da ayaq olacaq. Ona görə də olacaq 2y bərabərdir 126. Sonra hər tərəfi yuxarını 2-yə vuraram. Diqqətlə baxın. Aşağıdan yazacağım uşaqlar. Olacaq 2x üstəgəl 2y bərabərdir 80. 4x üstəgəl 2y bərabərdir 126. Aşağıdan yuxarını çıxaram. 4x-dən 2x çıxsam qalır 2x. 2y-dən 2y getdi. 126-dan 80 çıxanda 46. Hər tərəfdə 2-yə bölsəm x bərabərdir 23. Deməli, 23 dovşan var imiş. Toplam sayı 40 olduğuna görə 40-dan da 23 çıxaram, 17 dənə də qırqovul var imiş. Bizdən isə elə birbaşa dovşanların sayını soruşur. Dovşanların sayını da 23 tapmışdıq. Deməli, uşaqlar bu qədər. Bütün sualların izahını verdik. İndi eləyirəm ki, hesab səhvi eləməmişəm. Suallar çox faydalıdır, çox önəmli suallardır. Çalışın bilmədiyiniz sual tiplərini öyrənin. Silsilə sualına görə də narahat olmayın, imtihana düşməyəcək. Bu qədər uşaqlar, sağ olun, hər birinizə uğurlar.